Ayetəl Kürsü. Qovulmuş şeytanın şərrindən Allaha pənah aparıram. Tək olan Allahdır ki, ondan başqa bir məbud yoxdur. Diri və varlıq aləmini bərqərar saxlayan qadir və əbədidir. Onu əsla nə mürgü tutar, nə də yuxu. Göylərdə və yerdə olanların hamısı ona məxsusdur. İzni olmadan onun huzurunda kim vasitəsilik edə bilər? İnsanların qarşısında olanı da, arxalarında olanı da bilir. Və onlar onun elmindən, onun istədiyindən başqa heç bir şey bilə bilməzlər. Onun səltənət və rübubiyyət kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları qoruyub saxlamaq onun